Sevgi hormonu nədir və bədənimizdə necə yaranır? Sevgi əslində bədənimizdə bir yox, 4 hormonun fəaliyyəti nəticəsində formalaşır. Birinci dopamin, yəni həyəcan hormonudur. Bu münasibətin ilk dövründə daha güclü olur. İkinci oksitosin, yəni güvən hormonudur. Bu insanı bir-birinə bağlayır. Üçüncü serotonin, yəni xoşbəxtlik hormonudur. İnsana özünü daha dəyərli hiss etdirir. Dördüncü isə endorfin, yəni rahatlıq hormonudur. Yanında olanda insan sakitləşir və stressi azalır. Bildirim ki, bu hormonlar qarşı tərəfdən diqqət və qayğı görən zaman daha da güclənir. Məhz ona görə də hədiyyə vermək münasibətlərdə sən mənim üçün dəyərlisən mesajını verir. Özəlliklə gözəl qoxusu olan ətir və baxım vasitələri beyində birbaşa emosional yaddaş oyadır. Həmin qoxu səninlə bağlı xatirəyə çevrilir. Əgər siz də sevdiyinizə həm gözəl qoxulu, həm brend, həm də ki keyfiyyətli hədiyyə axtarırsınızsa, Fransanın nömrə 1 baxım brendi olan Yves Rocher'in hədiyyə setlərinə baxa bilərsiniz. Burada həm kişilər, həm də ki qadınlar üçün nəzərdə tutulan bir-birindən fərqli hədiyyə setləri var. Məhsulları Yves Rocher filiallarından, həmçinin Yves Rocher ad saytından əldə edə bilərsiniz.